Yüksəliş müsabiqəsi çərçivəsində Zəfərdən Yüksəlişə adlı növbəti intellektual yarış keçirilib. 8 noyabr Zəfər gününün 5-ci ildönümünə həsr olan tədbirdə Yüksəliş müsabiqəsinin qalibləri, finalçıları və yarım finalçıları iştirak ediblər. Sayca 6-cı dəfə təşkil olunan yarışda 19 komanda, ümumilikdə isə 152 iştirakçı mübarizə aparıb. Sonda qalib komandalar müxtəlif mükafatlar və diplomlarla təltif olunublar. Bizim müsabiqənin əsas qayəsi ölkədə yeni formatlı idarəçilərin müəyyən edilməsi və dövlətimizə, cəmiyyətimizə təqdim edilməsidir. Eyni zamanda müxtəlif mərhələlər keçmiş iştirakçılarla da yüksəliş müsabiqəsinin mütəmadi olaraq əlaqələri mövcuddur və biz onlar üçün görüşlər keçiririk. Görüşlər müxtəlif mövzulara həsr olunur. Bu mövzulardan ən maraqlısı yüksəliş iştirakçıları üçün intellektual yarışmalardır. Müsabiqə ümumiyyətlə cəmiyyətimiz üçün çox maraqlı bir fenomenə çevrilmişdir. Artıq müsabiqəyə müraciət, baxmayaraq ki, müsabiqənin hələ yeni mərhələsinə elan verilməyib, amma müraciət etmək istəyənlər kifayət qədər çoxdur.